bu şekilde. Sağ ol. Berlin yolcusu kalmasın. Bir de mənəm. Problem burasında da çok düşün 1 saat gecikdim. Benim 3 saat gözləmə vaxtım var idi. Artıq 1 saat yarım falandı. Mən nəhayət qapını keçdim, gəlmişəm qeyddə gözləyirəm. O sırada da ən sevdiyim aktivite duty free gəzirəm. Avropa məni yağışlarla, soyuqla qarşıladı. Dostlar, gəlib çatmışam mən, Berlindəyəm, samolyotdan düşdüm. İndi yolumu axtarıram, hara getməliyəm. Bu da Berlin. İşte bu qədər idi, şəkildən ibarət, qaydıram da var. İndi S-Bahn, U-Bahn, Flixbus desəm, bunların hamısının arasında anlaşmalı bir şey eləməli və ortalığa çıxartmalıyım. 2-ci kursdan bəri öyrəndiyim dili ətrafda eşitməyim möhtəşəmdir. Deməli demişdim ki, Almaniya tutan kimi yiyəcəyim ilk şey budur. Hallo Leute, heute wir sind in Berlin, Deutschland. Öncə Flughafendən, yəni havalimanından Flughafen Express adlı bir qatarla gəldim Südkreuz'a. İndi də buradan S-Bahn'a minib eləcəm Hermannstrasse'də düşüb. Oradan da 5-10 dəqiqə piyada yolumla. Otelimdən hər kəsə salamlar. Lobisində əyləşmişəm. Gözləyirəm ki, check-in saatım gəlsin və keçim içəri. O müddətdə də işləyirəm. Tələbələrimi bura gətirmək üçün, öz olduğum yerə. Amma onlar oxumağa gəlməkləri üçün mən hal-hazırda işləməliyəm. Giriş-çıxış qaydaları bu arada xaricə biraz qəribələşib. Düz elektronla keçdiklərini deyirdilər, Barmazi hava limanlarına daha doğrusu. Özün pasportunu oxudursan, vizavı oxudursan və barmaq izi qoyursan, keçirsən. Amma Budapeşt hava limanından gəldim mən tranzit olaraq. Yəni turniket qoymayıblar da hələ. Adamın özü eləyirdi. Bu da prosesi çətinləşdirirdi, açığı uzanırdı. Amma yenə də yəni bu o deməkdir ki, proses getdikcə elektronlaşır və pasportuma peçat vurulmadı. Azərbaycandan çıxışım vuruldu, amma Budapeştə girişim vurulmadı. Amma barmaq izim orada götürüldü. Otağımıza çıxırıq. Hələ ki, hər şey qəşəng gedir, yaxşı gedir, gözdəyməsin. Gedib otağımı görəndən sonra tam rəyimi bildirəcəm. Mən öz gözümüzdən görmək gedəcəyik. Son 2 gün üçün otağım buradır. Mən bəyəndim otağı. Mən indi siz buranın puanını necə verəcəm? Deməli, feni varmı, yoxmu? Arkadaşlar, inanamıyorum. Möhtəşəm bir otaqdır. Puluna dəyir və motel yox da oteldir. Çünki mən otel adı ilə qaldığım yerlər olub. Bərbad yerlər olub, amma dəhşət bəyəndim. Hətta burada mənim oturub işləyə biləcəyim bir yer. Geddik yemək yeyək. Ondan sonra isə Almaniyanın məşhur East Side Gallery'si var. Oraya gedəcəyik. Oradan da sizə danışacağım. Kombinimin rəngində şüşəsi olan eynəyimi də taxdım və biz gedə bilərik. Bunların şeydə papaqlıdır dostlar. İşıq forumdakı adamlar da papaqlıdır. Yeməyə yer axtarıram dostlar. Hər yer Türk restoranıdır. Prosto görüntüləri biraz daylar kafelərinə oxşuyur. Deyəsən amma çoxu belədir burada. Ay, səmanın gözəlliyinə bax. Gəldim otelimin yaxınlığında bir yerdə oturdum. Yemək yeyirəm, Türk restoranıdır. Təzə daddım və bəyəndim.
Çox fərqli mənzərədir. Şəhərin ortasından gedəsən, başının üstündən şey keçir. Tramvay. Gördüyünüz divarlar var yanında. Onun üstündən keçirlər. Hal-hazırda olduğum yer Berlin divarı adlanır, İsrail Galeri adlanır. Hansı ki bir zamanlar Almaniya ikisiyə bölmüşdü. Şərqi Almaniya və Qərbi Almaniya. Və həmin bu divar, həmin dövrdən qalan divardan, hansı ki bu tərəfində olan insanlar o bir tərəfə keçə bilmirdilər. Və Almaniya birləşəndən sonra müxtəlif ölkələrdən rəssamlar, artistlər gəlib bu divarın üstün formada bəzəyiblər. Və bu da hal-hazırda açıq hava muzeyi kimi sərgilənir. Məsələn, bu gördüyünüz Ursula Wünsch tərəfindən hazırlanıb. Hər kəsə azadlıq adlı bir əsərdir. Və məşhur şəkil. Tarixdə öyrəndiyimə əsasən, eşitdiyimə görə həmin dövrlərdə əgər prezidentlər bir-birlərini dodaqdan öpsələr, bu sülh barış deməkmiş. Bu da Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşdiyi zaman prezidentlər belə bir möhtəşəm səhnə irəli göstərirlər ekranlara və bu da divarlarda həkk olunur. Minlərlə turist, just like me, bunu görməyə gəlir. Burada Leningrad SSR-dən gələn bir məktubdur. Təxminən deyir ki, sizi təbrik edirəm. Bu qala möhtəşəm bir qaladır və bütün Alman xalqını bundan ötürü qrətid edirəm, təbrik edirəm. Bu da digər şəkillərdən biri. Yerində çay olduğunu bilmirdim. Əslində təxmin eləməyim normal olardı, çünki Avropa ölkələrindən bir çay keçir. Çayın adını bilmirəm. İndi öyrənib sizə də deyəcəm. Bu arada burada olan çayın adını öyrəndim. Şükrəvəymiş. Tramvayların rənglərinə bayaq fikir verirəm. Hər ölçüdə bir rəngdir. Bundan tramvayların əksəriyyətdə və olar hamısı bayaqdan gördüklərim hamısı sarıdır. Köhnələr də narıncıdır bu yuxarı ilə gedənlər. Məsələn, Avstriyada əsasən üstünlük qırmızı idi. Xorvatiyada məsələn sırf tünd göyüydü, mavili tünd göyüydü. Qərib. Mən molda fırlanarkən alma yağışı başlayıb bu iş. Yer su bitir. Mən indi qaçıram otelə. Rəsmi olaraq Avropadayım. Mən gəldim, otaqdayam. İnanılmaz dərəcədə çox yorğunam. İlk günün günahı olmaz deyib özümü atdım otağa. Aynı zamanda da Instagram üçün kontentləri paylaşıram. Instagramda hələ yoxsunuzsa gəlin. Ehtimal mən Instagramdakılar bilir mən artıq hardayam, nə edirəm, amma siz indi görürsünüz. Bu o deməkdir ki, sizin də Instagrama gəlmə vaxtınızdır. Növbəti günlərimizin, daha doğrusu sabah bir də buradayıq. Sabah səhərdən axşama qədər Berlinin bütün görülməli gerəkən yerlərini sabaha saxlamışam. Ay, çox yorğunam. Good morning guys. Sizi Berlindən ikinci günümə salamlayıram. Azərbaycan saatı ilə saat 9-da oyandım. İşləməyə başladım. Hal-hazırda da İndi isə işlərimi bitirdim, dururam, hazırlaşam və hazırlaşıb çıxaq şəhərə. O zaman gəlin, gedək. Və mən hazıram. Kombinim belə oldu, siz görürəm bilirsiniz, amma makiyajımı da elədim, bitirdim. Çöldə hava bilmirəm necədir, onsuz da eləyə biləcəyim max qalın nə varsa geyindim. Gedirik Almaniyanın, daha doğrusu Berlinin altının üstünə gətirməyə. Dünənki yorğunluğum hələ canımdan çıxmayıb, amma neysə. Bay bay. Mən boşuna hazırlaşmışam o qədər. Onsuz da yağış yağırmış, soyuq uymuş.
Hal-hazırda Almaniyanın bugünkü gün ən müasir və ən maraqlı olan ərazilərdən biri Potsdamer Platzdayım. Bura tamamilə müharibə dövründə deyək. Bura tamamilə boş olub. Amma müstəqillikdən sonra isə buranı şəhərləşdiriblər və hal-hazırda ən məşhur mərkəzlərdən biridir. Maraqlı yerdir və buradan üz yuxarı Brandenburg Tor tərəfə gedirəm və bura daha o mənim axtardığım şəhər Split o vibe var. Məsələn, Kanada səfirliyi var bu tərəfdə. Bu hissədə Kanada səfirliyi var. Və gedirəm. Bundan burada da var. İndi yol üstü bir yerlər tapıb həm oturmaq istəyirəm, breakfast edeyim, həm də sonra davam edəcəyik. Ən sevdiyim, travel'ın ən sevdiyim hissəsi. Həvəsə düşdüm, indi sizə Almanca 2 cümlə quracağam. Ich werde mir jetzt das Brandenburg Tor ansehen, aber zuerst muss ich frühstücken. Hal-hazırda çox təsadüfi bir şəkildə Holocaust Memorial'ın qabağındayım. Əslində yolum başqaydı, amma da bura gəlmişkən, artıq yanından keçmişkən gözümü yuyub keçə bilməzdim. Ona görə də giririk içəri. Bu gördüyünüz Holocaust Memorial adlanır, bu arxamda gördükləriniz və burada 2-ci Dünya müharibəsi zamanı deməli Yahudilərə qarşı soyqırım törədilib. Həmin soyqırımda ölən Yahudilərin, belə deyək, onlardan ötürü yaradılmış bir memorialdır. Hal-hazırda arasında gəzdiyi bu betonlardan burada tam 2711 dənədir və bunlar yəni getdikcə boyları dəyişir, böyüyür, kiçilir. Ərazi yerdiyin yerdə qalxır, düşür və bu da buranın vahiməliyini daha da artırır. Buranın necə yəni soyqırımı necə bir hadisə olduğunu və vahiməli olduğunu insanlara hiss elətdirməkdir məqsəd. Bəzi hissələrdə görürəm ki, insanlar bunların üzərində otururlar. Məncə etməyin yəni bunu, çünki bir anım yeridir, memorialdır. Ona görə də necə sayğısızlıqdır. Ay dostlar, hava birdən-birə necə gözəlləşdi. Tam belə mənim gəzməyi sevdiyim havadır. Həm sərinlik, isti yoxdur, həm də günəş var, yəni eynəyimi taxmışam. Çox qəşəng hava var. Ümid edirəm ki, pozmaz bu belə də. Mən evə qaydana kimi indi isə keçirik növbəti dayanacağımıza, Brandenburg Tora. Aber das Problem ist, ich kann nicht frühstück. Yəni hələ də səhər yeməyi yeməmişəm. Hal-hazırda arxamda gördüyünüz Brandenburg Tordur, qapıdır. Bu önünüzdə gördüyünüz bulvar ha. Bunun əvvəl üzü o bir tərəfə idi. Amma sonradan bu tərəfə baxmağa başladı. Müharibə zamanı Napolyon bu heykəlləri, adı da var idi, yadımdan çıxdı. Heykəlləri götürüb aparmışdı. Amma müharibə bitdikdən sonra isə bunun hamısı olandan sonra bunu qaytardılar və özü bu tərəfə qoydular. Maraqlı hissəsi də budur ki, elə düz burada gördüyünüz barmağım harda günəş görmürəm. Burada isə Fransa səfirliyidir. Yəni qələbələrini sanki sübut edirlər Almanlar fransızlara. Deməli dostlar, dünənləri Berlin İncəsənət Məktəbinə tələbəm üçün apply eləmişdim və bilin bakalım hal-hazırda nəyin qabağındayım. Mən gəldim Starbucks'a. Hər kəsin, yəni turistlərin gələ biləcəyi tavsiyə. Mənzərəmin möhtəşəmliyi. Normalda mən Starbucks'da həmişə muffin yeyirəm. Kötülük elədim. Niyə? Çünki fərqli bir şey gördüm. Deməli bu limonlu, cherryli, swirl adlı bir şirniyyatdır. Karamel macchiato'mla birlikdə keçəcəm. Avropaya gələn kimi adım yenə dəyişdi. Mən artıq ayısıyam. Azımızına qaydına qədər ayısı. Mən xatırlayıram, Belçikanın da belə imini bu havada, belə bir yağışlı havada gəzmişdim şıqqa ilə. İndi yenə yağışlı havada gəzirəm. O qədər dəhşət bir sel yağışı yoxdur olmağına. Da saçımı solmağı sevmirəm. Hal-hazırda yağış budağında kəsdi və mən Reichstag binasına tərəf irəliləyirəm.
İndi sizə göstərəcəm. Hala bu hissəsindəyim. Bunun o bir tərəfində yuxarıda yüksək dairəvi globus şəklində bir güllə deyim, yəni belə bir yeri var. Və həmin hissədən bütün Almaniyanın Berlinin mənzərəsini görmək olur. Sadəcə olaraq ora girmək üçün əvvəlcədən registrasiya eləmək lazım idi. Əslində mən bunu bilirdim. Amma gəlməmişdən qabaq neçə dəfə yoxladım. Yəni yerlər doluydu. Bir də bir şansımı yoxlayacağım. Burada əgər boş yer olursa, booking eləməyən, registrasiya eləməyən insana gedir yaxınlaşır. Boş yer varsa deyirlər falan saatdaca yerimiz olacaq. Ay, bura baxın, görün nə qəşəngdir. Çox qəşəngdir. Düz yol getdiyin yerdə böyle bir çaya çıxırsan. Bu da həmin Reichstag binasının ətrafıdır hələ ki. Gəlin düşək aşağı. Çox maraqlıdır. Bayaq sizə dediyim dairəvi güllə bu hissədir. Düzdür. Buradan tam görsəm, amma odur. Deməli, gəlin bu bina haqqında biraz daha sizə ətraf məlumat verim. Dediyim kimi Reichstag binası adlanır. Yəni Almaniyanın parlament binasıdır. Eyni zamanda deməli 1930-cu ildə burada böyük bir yanğın olur. Hansı ki Hitlerin hakimiyyətini güclənməsinə əslində bir tərəfdən də səbəb olur. Burada bu dediyim sizə bu güllə, boşluq şəffaf bir güllədir, şəffaf bir yerdir və onun tikilməsinin və insanlara göstərmək, vermək istədiyi məna isə hökumətin şəffaflığı deməkdir. Yəni insanlara çalışır, şəffafdır, nə varsa üzdədir. Bu mənanı vermək üçün yaradılır və o pulsuzdur, tamamilə pulsuzdur oranı gəzmək və hətta bura daxil olan insanlar icazə ilə müəyyən əgər iclaslar, Avropa Birliyi parlamentdə hər hansısa bir iclaslar, görüşlər falan varsa, danışıqlar daxil olub onlara da baxa bilirlər. Sadəcə olaraq dediyim kimi mən təəssüf ki, rezervasiya etdirə bilmədim, yer tapmadım. Boş vaxt yox idi, ona görə də boş vaxtlar maksimum gələn həftəyədir. Ona görə də təəssüf çıxardım, amma çox istəyərdim ora çıxmaq. Bilin bakalım nə yaptım. Həmin odama giriş aldım. Saat 6-ya, 2 saat sonra gələcəm bura, ona kimi də gedirəm. Görməli yerləri görüb ən axırda bura qayıdacam. Ay, çox sevindim ya, bilməzdim, ona girməyə o qədər çox istəyirdim ki. Belə bir yerlərdən keçə-keçə gedirəm. Yəni bayağı bir yaşıllıq. Bura mənə Litvada qaldığım yerin yaxınlığındakı parkı xatırlatdı. Mən də oranı da aşırı sevirdim. İndi getdiyim yer Tiergarten'dır, bayaq dediyim kimi. Ora daha çox belə hərfi mənası olaraq tərcümə etsək heyvan parkı adlandırılır. Amma hal-hazırda yəni mərkəzi parklardan biridir. Əvvəllər ora kralın ov meşəsi olub. Burada gəlib ovluyurmuş. Elə adı da oradan gəlib ki, Kansler Amt kimi də gedir həm də. Yanında o binada var. Şimdi göstərəcəm sizə. Gəlin belə göstərim. Kansler Amt adlanır bu. Benim kimi kralın ov meşəsi olub. 2-ci Dünya müharibəsində isə insanlar isinmək üçün gəlib həmin o parkdakı ağacları kəsib odun aparırmışlar. Amma indi mərkəzi park kimi sayılır və turistik bir gediş görüş bir yeridir. Burada belə bir maraqlı bir şey var. Yerdir, nədir? Açığı heç bir məlumatım yoxdur, yəni bunun nə olduğu ilə bağlı. Amma Haus der Kulturen der Welt, Dünya Kültür Mərkəzi, Dünya Mədəniyyət Evi tipli bir şeydir. Həm belə bir şeydir. Bizim kongres mərkəzinə oxşayır. Hazırda Şipre çayının sahili ilə gedirmişəm. Burada dəhşət çox karavanlar gördüm bu sahillərdə, getdiyim yerdə. Burada çayın sahilə getməyə hələ davam edirəm. 10 dəqiqə falan yolum var. Yazan mənlərə baxın. Yolda da bu qalanı gördüm. Qala, yaşayış masası falan belə bir şeydir. Almaniyanın prezidentinin yaşadığı yerdə. Aşağıda yazıb Eherantak, für dich, für uns, für alle, sehr dabei. Birinci sözü bilmirəm, amma o birilər deyir sənə, mənə, hamımıza. Yüksək ehtimal nəsə azadlıq, xoşbəxtlik, belə bir şeydir. Burada da belə qəşəng ağac var. Davam edirik. Orada da Viktor Kolum adlanan qələbə abidəsi.
adlanan bir şey var. Hər ölkədə var. Bax bunun eynisindən belə bir Kolum adlanan sütun, sütun Rigada da var idi, Latviyada. Sonra nə bilim, Çin'də də var idi, nə də Fransada da var idi. Hamısında belə bir şey var da yəni. Bu da bu dediyim o getmək istədiyim bağ yoxdur, Tiergarten. Onun girişi də bir kuruqdur, ol var ətrafında. Oradan içəri bağa giriş edirik. Bu da bayaq dediyim qələbə sütunudur. Başında gördüyümüz bu deməli şeydir. Almanlar buna Goldeza deyirlər. Yəni qızıl deyirlər. Bu deməli Prussiya üzərində qələbəyə şey eləyərək, yəni ithaf olaraq tikilmiş bir sütundur. Wings of Desire deməli filmi var məşhur. Həmin filmdə səhnədə yer alan bir şeydir deyə, bir abidədir deyə bir çox turistin belə deyək sevərək, bəyənərək gəldiyi bir yerdir. Və həmin bağa gəldik. Tiergarten. Buradan belə keçirsən bağda sadəcə olaraq mən bunun ərazisini görmək istəyirəm, amma başa düşdüm dairə formada bir bağdır. Ona görə içinə girib əslində vaxt itirmək istəmirəm, çünki görəcəm hələ çox yer var. Ona görə də bilmirəm. Amma bu Kolumun içinə girmək deyəsin olur. Yol o tərəfə keçə bilmirəm, bu dəxilsiz bir yerdir ki. Başa düşmürəm, hardan yol keçə bilirəm, hardan keçə bilmirəm. Keçə bilsəm onun yuxarı hissəsinə qalxmaq istəyirəm. Burada da Bismarck'ın heykəli var. Otto von Bismarck. Tarix bilənlər anladı. Sən demə, Viktor Koluma çıxmaq üçün yeraltı bir keçid var imiş, oradan keçmək lazım imiş. Zigisuli yazmışsınız, mən nə bilim o, Viktor Kolumun Alandasıdır. Yazıb yəni, çor-çor görmüşəm onu, prosto ki, fikir verməmişəm. Şimdi keçirəm vaxtdan ora. Nəyə gedirəmsə, hər şeyə baxmaq istəyi mənini qurtarmır. Belə bir tüneldən girməliymişik. Yeraltı keçid kimidir. Buradan keçib tüneldən o tərəfə keçirik. Nəhayət, bu da mənim Viktorum. Çatdıq. Keçək görək bunun ikinci mərtəbəsini çıxa bilirikmi? Bu yaxında gördüyünüz bir hissələrdə müharibə təsvir olunub. Girə bilmədik çünki only cash deyir. There is no card payment. Deməli bu tərəfdə görülməli yerlərin hər birini gördüm. İndi isə keçirəm, təzən qayıdıram Brandenburg tərəfə. Parizer Plaza, Paris küçəsinə. Hansı ki orada suvenirlər falan yerləri vardı, hələ işini almamışam. Onlardan alacağım. Bir də rəfiqəmə ev hədiyyəsi almaq istəyirəm. Berlindən hədiyyə də olsun deyə. Manifest olsun ki, o da gəlsin bura. O vaxt o Parisdə gəzəndə mənə Paris bir lokal gətirmişdi. Mən qısa müddət ərzində Parisə getmişdim ondan sonra. İndi mən də eyni şeyi edəcəm. Ona qəşəng həm ev hədiyyəsi, həm də Berlindən xatirə olaraq hədiyyə alacağım. Suvenirləri gələcəm. Özümə də bir iki maqnet falan alıb, ondan sonra Reichstag binasını görməyə gedəcəm, çıxmağa doma. Belə bir abidə gördüm yol qırağında. 41-45-ə həsr olunub. Tanklar, toplar falan da var. Sadəcə gəzirdim vaxt itirmək üçün və tələbələrimiz tərəfindən ən çox bəyənilən, istənilən, eyni zamanda da Almaniyanın top tip universitetlərindən biri olan Charité Berlin Universitetinin qarşısından keçdim. Və hal-hazırda bu kampusudur. Charité Berlin. İndi sizə əsas binasını göstərəcəm. O həm xəstəxanadır, eyni zamanda da tibb universitetidir. Top universitetlərdəndir. Gördüyünüz üzrə universitetin əsas binasıdır. İçəri girməyimə 10 dəqiqə falan qalıb. Yine Reichstag binası. Nəhayət girdim. Hava yollarındakı kimi burada şey var. Yoxlanış var idi. Dəhşət bir yerdir. Dəhşət bəyəndim.
hal-hazırda ən yuxarı hissəsindəyəm. Bu hissənin boşluq olmasına səbəbi davamlı inkişaf baxımından burada air conditioning qoşulmaması və parlament binasının havalandırılmasıymış. Burada da parlament binasının tarixi haqqında məlumatlar var, illər. İlk planetar çəmbərin fonundan belə deyək, Berlinə köçürülməsi parlament binasının şeyidir, tədbiri. Çıxdığımız həmin domun deməli tikilişi 90-99-cu illər. Buradan da bu qədər. Bu boyda sınavı gözləmək lazımdır ki, buradan çıxasan. Gəlin sizə Almaniyanın ən qədim universitetindən biri olan Humboldt Universitetini göstərim. Humboldt Berlin adlanır. Wilhelm Humboldt'un adlandı. Bu tərəfdə də Napoleonun heykəli var. Hal-hazırda olduğu ümumiyyətlə ərazi Universitet Strasse adlanır. Universitetlər küçəsi adlanır və bura daha çox belə elmi binalar, məsələn Humboldt Universiteti, bu tərəfdə qədimi Rusiya dönəmində tikilən deməli kitabxana, bibliotek. Məşhur Berliner Dom, Berlin kilsəsidir. Mən bunun bu qədər böyük olduğunu bilmirdim açığı. Və bunun qarşı çox qəşəng bir park var. Amma bu dərəcədə böyük düşünmürdüm bu binanı. Vaxtımız çatsa bu müzəyə girəcəyik. Bugünkü axşam yeməyim. Həmin məqsəd başqa şey idi, amma heç açıq yer tapmadım. Telefonum sönürdü, özüm də acından ölürdüm. Ona görə də gördüyüm ilk yerə girdim. Daha doğrusu girdim, rozetka axtardım, tapdım və dedim okey, oturum. İndi yeyim, telefonda zaten yığsam biraz. Onsa qutarmışam gəzini. Buradan yuxarı tərəfə, Alexanderplatz tərəfə gedəcəm, məşhur TV Tower tərəfə və saat olan yerə. O da metronun yanına donsuzdur, oradan da qayıdacam. Bu gördüyünüz məşhur TV Tower'dır. Bu da Mauer Viertel kilsədir. Çox azad çəkməyə çalışıram. Onsuz da Alexanderplatz tərəfə gedirəm. Orada görmək olduğum bir dənə şey qalıb. Onu da görüb, elə oradan da stansiyaya binib gedirəm otelə. Sabah üçün hazırlaşmaq lazımdır, çıxacam. Eyni zamanda zaryadkam da azdır, yolum uzundur qayıtmaq üçün otelə. Ona görə tez çatdırmalıyam. Gördüğünüz dünya saatıdır. Bütün dünyanın şəhərlərin burada adı var və onların saatını göstərir. Həmin saat gördüyünüz 1969-cu ildə
Şərqi Almaniya dövründə qurulub və üstündə günəş sistemi var. Günəş sistemi işarəsi, yəni quruluşu var. Və son, bura daha çox şəhərin canlı məkanıdır, canlı olduğu yerdir. Və mənim Berlindən sağollaşma vaxtım gəldi, çatdı. Gedirəm metroya. Dünən aldığım 24 saatlıq tiketin vaxtı bitdi və mənlə bərabər metroya tiket yoxlayanlar bindi. Ona görə də riskə girməyib, yenə də tiketimi aldım. Və yenə dünən Justis'dən özümə fras almışdım. Çox bəyənmişdim, yenə aldım. Sabah səhər durub yola çıxanda yeyəcəm. 26 kilometr gəzmişəm. Axırıncı baxanda hələ lap çox aldı məncə sonumuz dəfədən. Dəhşət yorğunum. İlk gəldiyim gün heç nə bilmirdim, heç yer tanımırdım, spontan gəlirdim. Amma bu gün konkret, yəni 2 gün içində demək olar Berlinə harada səs gelib gələ bilərəm. Və mən nəhayət otaqdayam, saçımı açdım. Saçım yığılı olduğu üçün başım da ağrımağa başlamışdı artıq. Sabahlarım saat 11-də hara olduğunu bilmədiyim bir yerdən avtobusum çıxacaq. Dresdenə gedəcəyik. Dresdenə qalmayacağıq, balaca bir şəhərdir. Axşamı isə avtobusa minib keçəcəyik Polşaya. Səhərə yaxın da Polşada olacaq, dostlarımın yanına keçəcəm. Polşadan vlog çəkəcəyimi düşünmürəm, çünki oradan Krakovdan vlogum var artıq. Amma çəkə də bilərəm, bilmirəm. Berlin haqqında təəssüratlarım. Bu gün dəhşət çox sevdim, dəhşət çox gəzdim. 26 kilometr, hətta daha çox. Şəhər tam təmizdir deyə bilmərəm. Bakı buradan təmizdir və səliqəsiz şəhərdir. Amma bir tərəfdən də nəqliyyatlar o qədər qəşəng quraşdırılıb ki, nəqliyyat kirliliyi də yoxdur. Məsələn, qarışmır heç nə bir-birinə. Ümid edirəm ki, bura qədər gəlib çıxmısınız və videomdan həzz alırsınız. Növbəti videolarda görüşmək üzrə.